Beləliklə, iki dənə Krishnanın beytini buradan, Krishnanın dediyi sözü oxuduq. Birinci nə idi? İnsan öz ağlını düşkünlük üçün deyil, qurtuluş üçün işlətməlidir. Ağıl məhdudlandırılmış cana həm dost, həm də düşməndir. İkincisi də belə idi. Ağlını tabi etmiş adam üçün ağıl ən yaxşı dostdur. Bunu bacarmadıqda isə ağıl insanın ən böyük düşməninə çevrilir. Gördüyümüz kimin ağıl barədə Krishnanın çox qəti fikri var. Burada bir başqa beytdə var. Deyir, qərarsız və səbatsız təbiəti üzündən ağıl harada dolaşırsa dolaşsın, insan onu geriyə qaytarmalı və öz nəzarəti altına almalı. İndiki beləliklə ağıl. Ağıla nəzarət eləmək mümkün olmayan bir şeydir. Əslində. Baxmayaraq ki, biz səhərdən oxuduq ki, Krishna burada deyir ki, insan öz ağlına nəzarət eləməlidir. Amma müasir insan üçün xüsusilə, bizim üçün, müasir insan üçün ağla nəzarət eləmək qeyri-mümkündür. Tanrı deyir ki, hisslərin içində ən nəcibi ağıldır. Ağıla şistoy çuvstvodur deyirlər. 6-cı hiss. Belə bir kino da var, şistoy çuvstvo. Ağıla 6-cı hiss də deyilir. 5 dənə hiss var da. 6-cısı ağıldır və o hisslərin ən nəcibi olduğuna görə Krishna deyir ki, o mənəm. Mən, hisslərin ən nəcibi ağıldır və o mənəm. Hər şeyin əni axı Krishnadır. Elə deyil. Hər şeyin əni Krishna olduğuna kimdə, hisslərin də əni ağıl olduğuna görə, yəni ən nəcibi. Krishna deyir, o mənəm. Mən təmsil edir. Və ağılın elə bir missiyası var ki, ona nəzarət eləməyin çətin olmağında, nə üçün ağıla nəzarət eləmək çətindir? Çünki ağılın missiyası çox deyək ki, çox ağırdır. Çox belə ortada olan bir şeydir ağıl. Ağılın mövqeyi elədir ki, o insanın ruhu təbiəti ilə cismani təbiətini bir-birinə dikir. Ağıl. İnsanın iki təbiəti var, axı bizim iki təbiətimiz var da. Bir xəstələnən, qocalan, ölən təbiətimiz var. Bu biz ət sümükdən ibarət bədənimizdir. Bir də əbədi bilik həzdən ibarət olan təbiətimiz var. Bu da bizim ruhu təbiətimizdir. İndi biz iki bir-birinə əks olan təbiətin bizim loru dilində desək, pərkümlənmiş variantıyıq, formasıyıq. Bir-birinə pərküm olmuş, bir-birinə keçmiş. Ruhi təbiətlə cismi təbiət bir-birinə 180 dərəcə əksdir. Ruhi təbiətimiz əbədiyyət bilik həzdir, cismani təbiətimiz xəstəlik, qocalıq, ölümdür. Bunlar 180 dərəcə bir-birinə əksdir. Krishna niyə görə deyir, ağıl mənəm? Ağılın baxın missiyasını, ağıl bu 180 dərəcə bir-birinə əks olan iki təbiəti bir-birinə tikməlidir. Bu bilsən nəyə oxşuyur? Əlləri belə açarsan, belə, sən. Bir dəstə bu tərəfdən tuta əllərindən, bir dəstə də bu tərəfdən əllərindən tutar. Bunlar o tərəfə dartırlar, bunlar da bu tərəfə dartırlar. Bildin? Sən də bunların ikisindən tutmuşsan belə. Bu tərəfə dartır, bu da bu tərəfə dartır. İndi sənin vəziyyətin necədir böyle bir situasiyada? Bunlar əks tərəfə dartırlar da, bunlar bildiyin. Sən bunlar əks tərəfə dartanları bir yerdə tutub saxlamalısan, hansısa bir məqsəd üçün. Sənin vəziyyətin nə? Onların vəziyyəti konkretdir ki, o tərəfə dartırlar. Bunlarca da konkretdir ki, bu tərəfə dartırlar. Bəs sənin vəziyyətin nə tərdir? Sənin vəziyyətin qeyri-müəyyəndir. Bunların gücü çoxalsa, səni o tərəfə dartacaqlar. Elə deyil. Bunların gücü çox olsa, sən bu tərəfə dartacaqlar. Fəlsəfəmizdə Avaroha Pantha var. Biri Aroha Panthadır, biri Avaroha Panthadır. Biri Nisxacəşiznanə, biri Vasxacəşiznanə. Biri bu tərəfə dartır səni, biri bu tərəfə dartır. İndi ağılın mövqeyinə baxırsan sən. Bildiyin. Bunlar da istəyir ağılı öz təsir altına salsınlar, bunlar da istəyirlər ağılı öz təsir altına salsınlar. Bunlar dartanda insan materializmə qərq olur. Yəni, cisim, hisslər dartanda ağılı, insan materializmə qərq olur. Olur materialist. Ağıl gedir onda alacaq, özü ilə bərabər dərrakəni də dartır. Dərrakə də ruhu dartır.
Buna da adama deyirlər materialist, getdi o tərəfə. Bu tərəfə dartanda, ruhi təbiət dartanda, bu tərəfə dartırlar, olur transcendentalist. Yəni, ruh dərrəkəni dartır, dərrəki ağlı, ağıl da hissləri dartır. Olur transcendentalist. İndi hə? Onların gücünün, bunun və yaxud bunun gücünün kimin güclü olmağı asılıdır ruhi canın arzularından, istəklərindən. Ruhi can yoxdur, duşa. Kimin güclü olmağı asılıdır ruhi canın istəklərindən. Niyə görə? Çünki ruhi canın istəkləri hələ ki illüzordur, hələ ki biz üç şeyi özümüzə şamil edirik, üç şeyi. Hansıdır? Biz nəyisə sahibkarıyıq, nəyisə ağasıyıq, nəsə bizimdir, mənimdir. Biz həmən ondan həzz alırıq, həmən o mənim olandan. Bir də ki, biz özümüzü başqalarının dostu kimi qələmə veririk. Başqalarına xeyirdaçı və dost kimi qələmə veririk. Bu nə deməkdir? Bu deməkdir ki, mən bunların üçü də Krishnaya aiddir. Uktaram yagatapasam sarvalokama heşvaram. Suhridam sarvadihanam. Suhridam dost deməkdir. Uktaram yagatapasam bütün yagyalar, bütün qurbanlardan həzz alan Krishna'dır. Bütün hər şeydən həzz alan Krishna'dır. Bütün planetlərin və onların mələklərinin hər bir şeyin ağası Krishna'dır. Bir də hər kəsin ən yaxın dostu Krishna'dır. Prabhupada deyir ki, bu üç şeyi başa düşən maddi istiraflardan azad olacaq. Kim bu üç şeyi başa düşsə, o bütün maddi istiraflardan azad olacaq, məmnunluğa nail olacaq. Yəni, Krishna hər şeyin ağasıdır, hər şeydən həzz alandır, bir də hər kəsin ən yaxın dostudur. Lojna ego o deməkdir ki, yalancı ego. Krishna bu üçünü verir bizə. Deyir, sən dinən, Ananta Şeşa Bhagavan verir. Deyir, sən dinən ki, sən hər şeydən həzz alansan, bu sənindir, mən və mənim. Və sən hamının ən yaxın dostusan. Sən dostusan adamlar. Tanrı yox. Bu o deməkdir ki, Tanrı sırf ruhi təbiətlidir, ruh da Tanrının hissəciyidir. Ona görə Tanrı ruhun nəyə malik olub olmadığını bilir, nədən həzz alıb almadığını bilir və Tanrı özü hər kəsin yaxın dostudur. Bu təsir altında olan da ruhi can, o özünün əzəli konstitusiyon mövqeyində olur. O özünü tam sədaqətli xidmət həsr edir, gedir Tanrının yanına. Amma bizi illüzor enerjinin təsiri altında salanda biz deyəndə ki, bu mənimdir, mən ondan həzz alıram, onda biz nə edirik? Biz özümüzün illüziyamızı başqalarına təbliğ edirik. Məsələn, mən deyirəm ki, xoşbəxtlik və həzz məsəl üçün çoxlu pul yığmaqdadır. Yaxud da ki, alim olmaqdadır və yaxud da ki, dünyada nəyəsə bir şeyə malik olmaqdadır, çoxlu torpaq sahəsi olmaqdadır, böyük evləri, eşikləri olmaqdadır və s. və ilaxır, düzdür? Bu, onlar mənimdir, mən onları əldə edirəm, mənimdir və mən onlardan həzz alıram ki, bunlar mənimdir, düzdür? Sonra mən bunu başqalarına təbliğ edirəm. Və indi məsəl üçün insanlar, institutlar, akademiyalar, bütün hər yerdə, bütün televiziya, qəzet, jurnal, hamı özünün dırnaq arasında tapdığı xoşbəxtliyi başqalarına təbliğ edir. Gəlin bura. Hamı deyir, gəl bura. Hər firma özünü reklam edir. Hər deyək ki, şirkət özünü təbliğ edir. Hər partiya özünü təbliğ edir. Hər kəs özünü təbliğ edir ki, gəl bura. Gəl bura, buradadır. Bax, bunu eləyəsən, hər paltaryan maşın buraxan onu təbliğ edir. Hər xaladenlik buraxan onu təbliğ edir. Hər kəs özünün məşğul olduğunu təbliğ edir başqalarına ki, gəl bura, bu səndə olsa xoşbəxt olarsan. Bu deməkdir ki, biz sizin yaxın dostunuzuq da, biz sizin xoşbəxtliyinizi istəyirik, başa düşürsünüz? Amma əslində onun özü üçünü götürdüyü heç düzgün deyil, özü heç düz kurs tutmuyub. Çünki xoşbəxtlik, məmnunluq ancaq Tanrıya gedən yoldadır. Sən özün öz yolundan gedirsən, hansında ki, sən deyirsən, bu mənimdir, mən ondan həzz alıram, onu da təbliğ edirsən. Ona görə də bu üç şeyi öz üzərinə götürmüsən. İnsan üç şeyi öz üzərinə götürüb. Mən nəyinsə ağasıyam,
ondan həzz alıram və onu da başqalarına təbliğ edirəm ki, elə düz yol budur. Mən düz yoldayım da, gəlin bura. Belə olan halda insanın ağlı elə bir ki, tamamilə cismani tərəfə çəkir, hisslərə və cismə tərəf dartılır. Ağıl düşür bədənin, bir də hisslərin, istəklərin təsir altına. Belə ruhi canın istəyi, arzusu illüzordur, düzgün deyil. Onun konstitusiyasına əksdir. İndi ona görə Bhagavad Gita'da Krishna deyir ki, müqəddəs kitabların gəlməyi, təbliğatın məqsədi ancaq insanın ruhi canın arzusunu dəyişməkdir. İstəyini dəyişməkdir. Yerdə qalan dəyişmir, yerdə qalan hamısı elə qalır. Sadəcə olaraq onun istəyini də, necə deyir ki, arzuları sıxma, boğma eləmək olmaz, onları gərək təmizləyəsən. Arzulamaq ruhun təbiətidir. Amma ruh illüziyada olanda o cismi ilə hissləri üçün arzuluyur. Başa düşürsən, biz bu ətlə sümüyümüz, bir də hisslərimiz üçün arzuluyuruq. Belə olanda bizim arzumuz düzgün deyil. Buna deyirlər material necilaniya, maddi istəklər. Haçan ki, sən cismin üçün, hissi həzlərin üçün arzuluyursan. Hələ ki, bu arzular var, bu cür arzu var ruhu canda. Yəni, bu üç dənə şeyə əsaslanan arzular var. Yəni, mən nəyəsə malikəm, məndir bu. Mən ondan həzz alıram və mən həm ən yaxın dostuyam. Hələ ki, bizdə bu üç şey qalır, bu fikirlər qalır. İnsan hələ ki, özünün nəyinsə sahibkarı sayır bu dünyada. Özünü ondan həzz alır, hiss edib, deyir ki, mən ondan həzz alıram. Və onu da təbliğ edir başqalarına. Bildiysən, hələ ki, bu istək qalır insanda, onda insanın ağlını o tərəfə dartır, aparır. Hansı tərəfə? Cismə, bir də hisslərə tərəf. Belə olanda ağıl dərrakənin də özü ilə dartır. Dərrakə gedir, hisslər üçün, cism üçün lazım olan yaxşı və pis şeyləri analiz eləməyə. Bizim cismimiz və hisslərimiz, hissi həzzimiz üçün. Bu dərrakənin ağıl dartanda, bunların hansı benzindən işləyirlər, hansı yanacaqla işləyirlər? Ruhun enerjisindən. Onlar onu da qatılır ora. Belə olanda ruh yatır. Deyirlər, duşa spit yatır. Onun üstə gəlirəm mən. Mən deyim də sən. İndi Krishna müqəddəs kitabların fəlsəfəsi ilə bizə təbliğ eləyəndə, Krishna bundan təbliğ eləyir, başa salır ki, bizə ki, sənin şəxsiyyətin, fərdi şəxsiyyətin cisimdən, hisslərdən üstündür. Cismindən, hisslərindən, ağlından, dərrakəndən üstündür. Sənin təbiətdə, sənin şəxsiyyətin ruhdur, ruhudur şəxsiyyətin. Bu cismin içindədir. Və onun təbiəti budur. Onun təbiəti Satchitananda. Onun mövqeyi budur. Onun mövqeyi başqalarının qayğısına qalmaqdır. Onun mövqeyi başqalarının qayğısına qalmaqdır. Onun mövqeyi Tanrıya təmənnası sədaqətli xidmətlə məşğul olmaqdır. Krishna bunu bizə başa salır ki, biz arzularımızı materiyadan təmizləyək, açişət edək, maddi arzulardan təmizləmək. Ancaq ruhi təbiətimiz üçün başlayaq arzulamağa, istəməyə. Belə olan halda dərrakə yaxşı və pisin nə olduğunu ruhun volyasına uyğunlaşdırır. Başa düşdünüz nə dedim? Dərrakənin funksiyası yaxşını pisdən seçməkdir. Xeyri şərdən, ziyanı xeyirdən seçməkdir. Bu dərrakənin funksiyasıdır. Ağılda bu yoxdur. Ona görə dərrakə ruhun mövqeyindən çıxış eləyərək deyir ki, bu yaxşıdır, bu pisdir. Məsələn, cismin nöqteyi nəzərindən çox yumuşaq divan kreslonun üstündə yatmaq ləzzətdir. Bu cismin rifahıdır. Tutdun nə deyirəm? Amma ruhu üçün polun üstə yatmaq daha yaxşıdır. Çünki insan həyatı askeza üçün nəzərdə tutulur. Ona görə brahmaçərlər burada yerdə yatırlar, polun üstə yatırlar. Çünki cismi nə qədər məhdudlandırırsan həzlərdə və komfortda, o qədər duşa, duh prasipayetsə, başa üstündə ruh oyanır. Ona görə də dərrakə ruhun volyası ilə, iradəsi ilə yüklənəndə yaxşı və pisi ruhun iradəsinə əsasən ayırt edir. Belə dərrakə ağlı götürür nəzarət altına. Bax belə. Başa düşdün?
ağıl düşür belə dərrakənin nəzarət altına. O dərrakə ağıla əmr verir ki, ağılın işi ya rədd eləməkdir, ya qəbul eləmək. Analiz eləməyi bacarmır ağıl. Körpə uşaq kimidir. Ona görə dərrakə ona əmr verir ki, bu yaxşıdır, bunlar da pisdir, vəssalam, bunlara hədir, bunlara da yox. Ağıl dərrakəyə tabi olur. Belə ağıl hisslərə əmr verir ki, başa düşdünüz, onları qəbul eləmirsiniz, bunları qəbul edirsiniz. Hisslər də düşdü ağılın təsir altına, ha? Belə olanda. Buna deyirlər adxotvareniya, suşnosti человека. Və telo adxotvariyus. Почему? Потому что duşanın iradəsi həyata keçir, bütün bədən boyu. Başa düşdünüz? Duşan, ruhun iradəsi həyata keçiriləndə bədən ruhuləşir. Olursan ruhani ustad. Amma cismin iradəsi həyata keçiriləndə bədən materialistləşir, materialist olursan. Deyil, bu nədən materialist? Ona görə də ağılın missiyası, o ağılın ortada missiyası kimin təsiri altına düşməyindədir, kimin təsiri altına düşəcəkdir. Yəni ruhun istəyi hələ illüzordursa, o ağılı verir cismin təsiri altına. Onda cisim məmnun olmadığına görə ağıl sumas xoydu, dürüst də deyilər, sumas xoydu, ağıl dəli olursun da. Çünki hisslər və cisim məmnun olmaq bilmir, maşındır. Yantra ruhani mayaya, Krishna deyir, yantradır, maşındır. Bildiyin nə demək istəyirəm? Hələ ki bizdə bu 3 dənə istək qalır ki, biz nəyinsə ağasıyıq, həzzalanıq, hamının yaxın dostu bizi təbliğ edirik, öz ideyamızı. Bizdə hələ ki bu illüzor istəklər qalır, biz öz əlimizlə ağlımızı veririk cismin bir də hisslərin ixtiyarına. Amma cisimlə hisslər heç vaxt məmnun olmurlar, çünki bu maşındır, maşın. Maşın məmnun olmur, məmnun olan ruhdur. Ona görə də ağıl, onlar ağıla şey eləyə bilmirlər, onlar ağıldan aşağıdırlar. Hisslərlə cisim ağıldan aşağıdır. Ağıl onlardan üstündür. Və biz bilirik ki, heç vaxt insan heç vaxt özündən aşağı olana tabi olmağı xoşlamır. Heç biz özümüzlə. Bizdə kim özündən aşağı olana tabi olar? Heç kim. Hamı öyrənmişik özümüzdən yuxarı olana tabi olmağa. O yüzden ağıl özündən aşağı olana tabi olmur. Onlar ağılı tabi elətdirə bilməyən də ağıl dəli olur. Belə olanda ağıl sən düşmənvə çevrilir. Belə ağıl məcbur eləyir ki, sən gedəsən süni vasitələr tapasan ki, onu rahatlaşdırasan. Sigaret çəkməyə, araq içməyə, cürbəcür yollara da 130 mərtəbəli evlər tikirsən, kompüter kəşf edirsən. Bunların hamısı narahat ağılın məhsullarıdır. Bunların heç biri ruha lazım deyil. Bu ağıl narahatdır, bu da bilmir onu nə rahat eləsin. Bu belə oyunlardan çıxır. Bildiniz? Belə olanda Krishna deyir ki, sənin ağılın sənin düşmənindir. Sən düşməninlə yaşayırsan. Çünki o sənin ruhi təbiətin kimi, ruhi can kimi enerjini soracaqlar onlar, sorurlar sənin enerjini. Kim? Hisslər, bədən, ağıl, dərrakə ruhun enerjisini sorup yaşayırlar. Amma ruha bunların heç biri lazım deyil. Onun ehtiyacı yoxdur. Nə ağla, nə dərrakəyə, nə hisslərə, nə bədənə ruhun ehtiyacı yoxdur. Ruh özü özlüyündən həzz içindədir o həmişə. Ona görə Prabhupada deyir ki, naše положение невыгодно так или иначе. Так или иначе мы проигрышная. Йога означает делать выгоды из невыгодной сделки. Вот надо йога deyirlər. Ona görə də ağla nəzarəti Krishna sən dua eləyəndə ki, Krishna mənim ağlıma nəzarət eləməyə kömək elə. Məsəl üçün Krishna deyəndə ki, Krishna saat deyəcəm indi. Mənə səbr ver. Krishna deyəndə mənə səbr ver. Krishna səbr vermir adama. Krishna bir sən nə verir? Krishna situasiya yaradır ki, harada səndə səbr yaranacaq. Səndə səbr yaradacaq situasiyanı yaradır. Tutdun nə dedim? Krishna situasiyanı yaradır ki, sən istədiyini alasan. Sən istədiyini vermir. Məsəl üçün deyirsən ki, mənə pul ver, düzdür? O sənə pul vermir. Sən elə şərait yaradır ki, deyir qazan, deyir götür, deyir qazan. Pul qazanmağa şərait yaradır, amma pul vermir. Bildiyin nətər? Sən deyərsən, Krishna mənə mərhəmət hissi ver. Krishna sənin qabağına bir sürü yazıq dökəcək. O yazıqlara baxarsan, ürəyində məhrəmət yaranacaq. Düz Krishna sənə istədiyini yaradan situasiyanı verir, istədiyini vermir. O şeyi səndə yaradacaq situasiya salır səni. Deyir, bax, indi onu eləsən, o sənin istədiyin yaranacaq. Başa düşdün, nə dedim sən? Tuta bildiyin. Krishna adama istədiyin vermir. Krishna sənin istədiyin yaranması üçün şərait yaradır. Necə ki, sən
xiyar yemək istəyirsənsə, pomidor yemək istəyirsənsə, sən xiyarla pomidorun toxumunu verirlər və bir də gedirsən şərait yaradırsan onlara, torpağı qazırsan, toxumu bastırırsan, su səpirsən, üstünü tutursan ki, şərait yaratdığın o toxumu o bitəcək və sən günlərin bir günü xiyar yeyərsən, pomidor yeyərsən. Başa düşdün nə deyirəm? Ha? İndi mən gəlirəm onun üstünə də, indiyə başı var. Ona görə də sən Krishna'dan xahiş eləndə ki, mənim ağlıma nəzarət eləmək kömək elə, Krishna sən elə bir şərait yaradır ki, elə bir şərait yaradacaq ki, sən ağlına nəzarət eləmək üçün sən ağlıma nəzarət eləmək üçün tələb olunan situasiyanı, şəraiti yaradacaqsan ki, sən ağlıma nəzarət eləyəsən, özün ağlıma nəzarət eləyəsən, şəraiti quracaqdın. O şərait nə deməkdir? Şula Prabhupada deyir ki, sənin sualın cavabı kimi. Şula Prabhupada deyir ki, ağıl çox qüdrətli bir nədirsə, varlıqdır. Çox qüdrətli bir varlıqdır. Ağıla nəzarət eləmək çox çətindir. Bax, 3 dənə şey var. İnsan dilini razı sala bilməyən də, onun mədəsi razı olmur. Yiyirsən, mədən şişir, partlayır, amma gözün yaşdır. Bilsən nə üçün? Dilini razı salmamısan. Ona görə deyir ki, yeməyi yəndə gərək çoxlu miqdarda onu çeynəyəsən ağzında. Dil o yeməkdən həzz alanda az bir miqdarla mədə razılaşır. Amma sən yeməyi ağzına qoyub, rast udan kimi də dilinlə onu dadını tutmursansa, ağzında çeynəmirsənsə, sən mədəvi doldursan, şişir, partlayır, amma gözün doymur yeməkdən. Çünki dilin razı deyil. Axı, mədə dad bilmir. Başa düşdün nə deyirəm? Mədə dad bilir. Məsələn, dadlı bir şey qoy, dili üstünə qaşıqla itilə düşsün mədəvə. Onun dadını orada hiss eləyəsən. Dadı kim tutur? Dil. İndi sən onu qoyub ağza lopalayıb udanda, dil deyir, əbəs mən, axı, bunların dadı tutan mənəm. Sən mənə dadı vermirsən. Elə udursan, qoyursan ağzıma udursan. Sən birinci çeynə onu, ağzında sokunu çıxar, dad məndədir, acı, şirin, dad hamısı dilin üstündədir. Bildiyin nədir? O, az yeyib tez doymaq üçün, tez məmnun olmaq üçün, gərək yeməyi çoxlu çeynəyəsən. Ayurveda da bunu deyir. Dadlı bir şey ağzına qoydunsa, onun ağzında o qədər çeynə ki, dilin tam məmnun olsun ki, mən bunun dadını tutdum, incəliklərinə qədər. Onda udursan, belə sokdan 3 dənəsini udandan sonra da yemək istəmirsən. Çox yeməyin səbəbi odur ki, dil o yeməyin dadını tutmamış udursan onu. Ona görə çox yeyirsən. Çox yeməyin səbəbi odur. Kim deyir ki, çox yeməkdən şikayət edir? Gərək o yeməyi çoxlu çeynəsin. Çünki dadı yenə deyirəm, mədə tutmur. Mədə dad bilmir. Mədəyə özə gəlib düşür bilsən nə üçün? Perivarit, həzm olmaq üçün, düzdür? Amma biz yeməyi, axı perivarkanı yox, biz yeməyi dadı üçün yeyirik. Birinci növbədə, elə deyil. O dadı bilən dildir. Ona görə belə deyilir. Dili razı salmadan mədəni razı salmaq mümkün deyil. Başa düşdü? Bu bir. Krishna deyir ki, İsa Peyğəmbər deyirdi ki, Katsumayımı tolka çerizminya. Deyir ki, ruhani üstadı razı salmadan Allah'a razı salmaq mümkün deyil. Krishna. Necə Krishna razı salmaq istəyirsənsə, Tanrı'nı razı salmaq istəyirsənsə, gələksən qurun razı salasan. Tanrı deyir ki, mən sənin qabağında quru kimi təzahür edirəm də, quru mənəm. Krishna deyir ki, quru mənəm sənin üçün. Ona deyirsən, mən razı salmaq istəyirsənsə, quru razı sal. Quru razı qalırsa, deməli, mən razıyam. Deməli, qurunu razı salmadan Krishna razı salmaq mümkün deyil, utopiyadır. Nə qədər çalışırsan, çabalırsan, qurunu razı salmaq lazımdır. Quru məmnun olmalıdır. Onda Krishna razı olur. Quru razı qalmasa Krishna razı qalmır. Vəssalam. Bu konkretdir. Biz axı deyirik ki, Allah razı olsun səndən. Nəfər Allaha razı salaq. Deyirdi, qurun razı sal. Krishna deyirdi, qurun razı sal, mən razı qalım. Quru bu deməkdir, bildiyin. Bu iki. Üçüncüsü də deyilir ki, qulağı razı salmadan ağlı razı salmaq mümkün deyil. Şırabanamdan başlayır ruhi həyatı, şırabanamdan. Mananamdan yox. Mananam üçüncüdür. Şırabanam birincidir. Şırabanam, kirtanam, sonra mananam. Asmisleniya. Ona görə də mananamı birinci qoya bilməzsən. Mananam ağıl deməkdir.
Kirtanam nitq deməkdir, Şiravanam qulaqdır. Şiravanam birinci gəlir, başa düşürsən nə deyirəm? Ona görə Prabhupada deyir ki, ağlınızı kontrol eləməyə çalışmayın. Heç bu sizdə alınan da deyil. Ağlı kontrol edə bilərsən sən. Ağıl çox qüdrətli bir şeydir. Çox. Bildiysən? Çox qüdrətli bir şeydir. Ağlı razı sala bilməz. Ağla nəzarət elə bilməzsən. Ona görə də ağıldan qabaqda kirtanam var, kirtanamdan qabaqda şiravanam var. Yəni birinci dinləmə var, tərənnüm eləmə var. Sonra ağıl gəlir, mananam, ağıl üçüncüdür. Birinci ikisini eləməsən, üçüncü mümkün deyil. Bildi? Ona görə Krishna sənə şərait yaradacaq. Get bu birinci ikisini elə, Bəhram Prabhu. Get bu birinci ikisini elə, üçüncü öz-özünə baş verəcək. Yəni neynə? Şravanam, kirtanam, sonra mananam. İndi ona görə də deyilir ki, Prabhupada deyir ki, ağlınızı nəzarət eləməyə çalışmayın. Bu heç sizdə alınan deyil. O mümkün olmayan şeydir. Ağla nəzarət elə bilərsiniz Kali Yugada. Deyir ki, siz qulağınızı qoyun qabağa. Qulağınızı. Deyir, ağzınızla qulağınızın arasında məsafəni qısaldın, gödəldin. Bu ağzınızla qulağınızın məsafəni qısaltsaq, ağlı sakit olacaqdır. Necə ki, dili razı salanda mədə razı qalır, qurun razı salanda Krishna razı qalır. Qulağı razı salanda ağıl razı sakitləşir. Ağıl dəlisovdursa, deməli qulaq razı deyil, elə qulağı razı salmamısan. Nə deməkdir bu? Bu o deməkdir ki, biz səsi eşitmirik. Quranda belə bir ayə var. Deyir, baxırlar, görmürlər, qulaq asırlar, eşitmirlər. Qulaq asırlar, amma eşitmirlər. Bildiyin. İndi ona görə də qulağa, Prabhupada deyir ki, siz qulağınızı zanit eləməyə öyrənməmsinizsə, ağlınıza nəzarət eləyə bilməyəsiniz. Ona görə ağla nəzarət eləməyi buraxın getsin. Bu sizlik deyil. Bu çətindir həm də. Ağla nəzarət eləmək çox çətindir. Çünki ağıl bir saniyənin içində 10-15 dənə şey düşünə bilir. Bir saniyənin içində. Ona görə də deyir ki, bunun yolu odur ki, siz gərək qulaq aparatınızı, şravanın dinləmənizi üzərində işləməlisiniz, xoda salmalısınız. Qulağınızı, səsi eşitməlisiniz. Səsi eşidəndə ağıl tarazlığa gəlir. Ne üçün? Ne üçün? Bilirsiniz ne üçün? Əslində, prosto qulaq asmaqla ağılı sakitləşdirmək mümkün deyil. Çünki qulaq özü də orqan çufstur. Qulaq özü də, eşitmə özü də hissdir də. Bizdə deyilir ki, hisslər ağıldan aşağıdır. Onların ağıla gücü çatmaz onu sakitləşdirsin. Hisslər ağıldan aşağıdır. Amma qulaq asmağın özü də hissdir. Bunu Şuqadev və Gosvamiyə sual verirlər. Qulaq asmaq özü də hissdir. Hissdir, hiss. Çufstva. Necə bu hissindən ağıl? Baxır nəyə eşitməyəm? Oo, malades, düz dedin. Qulaq asanda da ağıl nəyə görə sakitləşir? Səsin sadirjaniyası da olmalıdır. Məsəl üçün, sən qulağını qoysan harası bir dənə müğənniyin oxumağına, sənin ağlın rahat olan deyil. Naborad ağlın dəli olacaq. Bu cür qulaq asmaqdan söhbət getmir. O qulaq asmaqdan söhbət gedir ki, sən transendental səsi eşidəsən. Transendental səs. Transendental səs bu. O transendental səs bu deməkdir ki, bu dərrakədən də üstün, ruhi səviyyədən gəlir bu. Transendental səs ruhi səviyyədən gəlir. Bu ağıldan çox qüdrətlidir. Və ağıl özündən qüdrətliyini hiss edir ki, o məndən güclüdür. Ona görə sakitləşir. Həmişə zəif özündən güclüsünü görəndə sakitləşir. Amma özündən zəifini görəndə qudurur. Bu istənilən halda belədir. Ona görə ağıla lazımdır ki, ondan güclüsünü hiss eləsin, özündən güclüsünü. Ağıldan güclüsü ruhi, transendental səsdir. Ona görə qulaqdan məhz transendental səs girəndə, bildiyin, ağıl hiss edir ki, bundan güclüsü gəlib. Daş qayıya rast gəlib. Başa düşdünüz, bizdə deyilir. Daş qayıya rast gəlib. Onda o sakitləşir, belə simirenli olur.
Bildiyin? Ona görə gərək eşitmə orqanını pastavit eləməlisən uzun müddət transendental səsə. Yəni, Şrimad Bhagavatamdan, Bhagavad Gita'dan leksiya verilirsə, Krishna'dan söhbət gedirsə, Hare Krishna baxandırsa, bacana qularsan, bunların hamısı transendental səsdir. Məhz eşitmə qabiliyyəti və transendental səsə sən dirəyəndə belə və o səsi eşitməyə çalışanda sən ağlın nəzarət altına düşəcək. Sənin nəzarətin altına. Bildiyin? Çünki transendental səs düz gedir ruhu cana. Onun qidasıdır. Transendental səs ruhun qidasıdır. Yeməyidir. Acından ölür ruhun sənin orada. Transendental səs ruhu cana gelib çatanda ruh oyanır. Kus, dad oradadır. Bax, dad ümumiyyətlə dad sözü bundadır. Dad. Bizdə deyir, dad filan kəsin əlindən. Belə, yaxasını cırırlar, dalaşandadır. Dad filan kəsin əlindən. Belədir. Yaxud seygah çəkəndə dadey. Bu dad, söhbət ruhi daddan gedir. Ruhi dad, ruhu qidalandıranda, ruh oyananda o dadı tutur o. O duşa o dadı tutur o. Transendental səsin dadını. Bildiyin? Məhz o dada görə sənin ağlın üzərində hökmün güclənir. Sən hökm verə bilirsən. Çünki dad kömək eləyir sənə. Başa düşdün? Dad, vkus. O duxovnu vkus. O duşa o vkusu tutanda, yəni qulaq asmaq o deməkdir ki, sən o səsə cəmləşdirirsən, eşitmə qabiliyyəti cəmləşdirirsən özünü vinmaniya ora. Diqqəti ora cəmləşdirirsən. Vinmaniya bilsə nə deməkdir? Deyirlər ki, vinmatilini pavtarıyla. Diqqətlə oxumaq. Diqqətlə oxumaq nə deməkdir? Analiz eləyəndə mahiyyəti nə deməkdir? Diqqətlə oxumaq sözü səsdən seçmək qabiliyyəti deməkdir. Sözü səsdən seçmək. Səsi sözdən ayırmaq lazımdır. Sən dilin deyir ki, Hare Krishna, bu səsdir, bu sözdür, söz yığınacağıdır. 16 dənə söz oturursan, Hare Krishna, sözdür da bu, bildiniz. Amma səs odur ki, sən bu dediyi elə deyirsən ki, sənin qulağın o sözdən çıxan səsi eşidir. Buna deyirlər diqqətlə oxumaq. Vinimatilini pavtarenya, diqqətlə oxumaq. Sözü səsdən ayırmaq qabiliyyətidir. Söz səsin abaloçkasıdır. Söz səsin abaloçkasıdır, paltarıdır. Necə ki, bu bədən ruhun paltarı deyil. Söz səsin paltarı. Ona görə Azərbaycan ilə danışanda biri deyirlər, sözün canı nədir? Biri ilə danışanda deyirlər, sənin sözün canı nədir? Bir sən nə soruşur? O səsdə, sözün canı səsdir. Səsi eşitməyəndə, sözü barmatat eləyəndə, sən sözü barmatat eləyəndə, səsi eşitməyəndə. Bu deməkdir ki, sən diqqətsiz oxuyursan, diqqətsizsən, diqqət yoxdur səndə. Nivinimatilini pavtarenya budur. Yəni ki, məhz səs gedib girir duşaya qədər, söz yox. Sözü ancaq dil fırladır belə, pürür. Fırladır, pürür kölə. Bu söz. Amma səs girir içəriyə, gedir duşaya qədər. Niyə görə? Bu niyə görə belədir? Bilsən niyə? Çünki Tanrı dünyanı səsin köməyi ilə yaradıb. Ona görə məhz səsin dostupu var hər yerə. Dağıtmağa və qurmağa səs hökmü var. Hər şey səsdən yaradıb. Bu hamısı səsdir. Səsin köməyi ilə ruhu materiya çevirir, materiyandan ruha Krishna. Səsin köməyi ilə. Başa düşdü? Ona görə də səsdə bu qüdrət var ki, səs gedir, girir ora qədər. Tembol səs transendental səs olanda. Yəni, transendental səs onun tutumunun hisslər tərəfindən dərk olunmayacağı səsdir. Hisslər onu qadir deyirlər tutsunlar. O məhz duşa tuta bilir. Buna deyirlər transendental səs. Yəni hisslərin köməyi ilə o səsi tutmaq mümkün deyil. Başa düşmək, tutmaq mümkün deyil. Necə ki, burada məsələn mən hisslərimin köməyi ilə radio, elektron valnalarını tuta bilmərəm. Burada uçurlar. Damaşın antenna qoysam, televizor qoysam, amma göstərəcəkdir. Amma mənim qulaqlarım eşitmir onu. Radio dalğaları burada, televiziya dalğalarını, düzdür? Televizor qoysam, tutacaq, göstərəcək. Amma biz eşitmirik. Transendental səs belədir. Bizim hisslərimiz, qulağımız buna qadir deyil tutsun onu.
Transendental səsi biz buraxmalıyıq buradan, doduşi. O tuta bilir ancaq. Transendental səs. Bu fokus budur. Dadı bu yaradır. Məhz dad adama kömək eləyir ki, ağlıya nəzarət eləyəsən. Niyə görə? Çünki ağlığa nəzarət bir dəfə baş vermir. O birazdan qaçır genə. O genə qaçır. Sən dayanmadan onu qaytarmalısan. İndi bu saat oxudum. Krishna deyir ki, ağıl gedəndə gərək onu qaytarasan. Bu qaytarmağa fokus kömək edir. Fokus. Doduşi daxadəşi zvukun fokusu. Başa düşdü? Ona görə bunun raskladnoy analizi budur. Bu prosesin ki, ağla nəzarət eləmək heç kimin ixtiyarına verilmir. Bu mümkün olmayan şeydir. Ağıl Krishnanın özüdür. Amma ağla nəzarət eləmək üçün ağıldan qabaqda duranı razı salmalısın. Necə ki, mədəni razı salmaq üçün dili razı salmalısan, Krishnanı razı salmaq üçün qurun razı salmalısan, ağlı nəzarət eləmək üçün gərək qulağı razı salasan. Qulağa vнимание verməsən ki, eşitməsən də olar. Nə var, göz eləsən, o demək ki, sən ağılva nəzarət elə bilməzsən. Yəni, sən razdrajonla gəzərsən, qəzəblisən. Niyə görə? Vaxt itirirsən, fokus yoxdur. Vaxt itirib, fokus olmayanda adam razdrajonsın, qəzəbli gəzirsən. Yox, itirdiyin var, tapdığın yoxdur. İtirirsən, amma tapmırsan. Yəni, vaxt itirirsən, amma fokus yoxdur. Onda bu qəzəbə çevrilir. Adam razdrajonla gəzir. Neudulitvarionnos bu deməkdir. Neudulitvarionla gəzirsən. Məmnun deyilsin heç nədən. Pastoyan razdrajonlusan. Bildiyin. Bunun səbəbi odur ki, sən itirdiyin var, tapdığın yoxdur. Yəni, vaxt itirirsən, amma əvəzində heç nə tapmırsan. Yəni, burada nə lazımdır? Deməli, duanı eləmək lazımdır nətəri? Duanı Krishnaya. Krishna'dan nə xahiş eləmək lazımdır? Krishna'dan xahiş eləmək lazımdır ki, Krishna, mənə kömək elə ki, mən səmimi olum, iskirli olum, sənlə, özümlə də, sənlə də. Çünki adam iskirli olanda, səmimi olanda, o adamda lazımi istiqamətdə səy eləmək şeyi yaranır, istəyi. Amma səmimi olmayanda biz səy də nituda eləyirik. Başa düşsən, strimleniyanı. Нитуда, не тот унвана элири. Поэтому надо попросить у Кришны, Кришна, помоги мне, пожалуйста, чтобы я был сенна искренне olum, пожалуйста. И искренность olmayınca kadar духовный рост yoktur. Поняли? Искренность olmayınca kadar, samimi olmayınca kadar ruh inkişaf eləmək mümkün değil. Krishna в первую очередь ратаприятасы тянет искренней платформе. Иди сюда, вот сюда, вот сюда, вот сюда, вот искренне, пожалуйста, samimiyet. Bu çox dərin məsələdir. Buna görə dua eləməlisən ki, Krishna, mən səmimi olmağa öyrət, xahiş edirəm. Səmimi olum mən, sənlə, özümlə, sənlə. Qulaq asa bilim bu, sənin adlarının səsinə qulaq asa bilim. Ağlıva nəzarət yox, səsinə qulaq asa bilim. Bu səsi işidə bilim. Туда Кали-юге Господь воплотился в звуке своего святого имени. İndi deyəcəm. Kali-yugada deyir, Tanrı özünün müqəddəs adlarının səsində təcəssüm edir. Он воплотился в звуке своего святого имени. O deyir, zvuk, səsi eşitmək lazımdır. Səsi eşidəndən sonra все чудо, все процесс начинается тогда, когда мы начинаем слушать звук. Hada Krishna'nın özüdür. Səs, zvuk. Biz sözü öyrənmişik. Biz o qədər hər şeyin zahiri ilə yaşamışıq da, zahiri. Hər şeyin toka səthi, paverxnisini baxırıq hər şeyə. Başa düşdünüz? Ona görə də biz sözü də deyirik. Məsəl üçün, indiki dövrün insanlarında pis bir söz deyəndə, ağır bir söz deyəndə, təhqir zad eləyəndə vicdan əzabı çəkmək yoxdur. Bilirsiniz niyə? Çünki biz sözün səsə malik olduğunu bilmirik. Biz ancaq aboloçka ilə yaşayırıq. Elə bir iki elə sözdür də, dedim də, badumayız. Çıxdı da ağzımdan. Amma başa düşmürük ki, za reç prидет reaksiya, za um prидет reaksiya, za действие. Üç dənə şeyə görə. Sözə, nitqə, fikirə, bir də hərəkətə görə reaksiya gəlir. Üç dənə karma. Fikrə görə ən güclü karma fikrə görə gəlir. Fikrə görə karma hamısına görə gəlir. Amma ki,
Nemedlenli reaksiyadan söhbət getmir da, Nemedlenli reaksiya gəlmir. Amma o üçünə görə də reaksiya yazılır. Reaksiyanın 3 şey, karmanın 3 dənə şeyi var, 3 etapı var. Dünən bundan danışırıq. Ona görə də biz səsə qulaq asmağı öyrənməliyik, səsə. Səsə qulaq asmağı öyrənməliyik. Burada kirtan gedirdi, kirtan. Govinda Maharaj kirtan aparırdı. Govinda Maharaj. Kirtanı qızışdırdı. İndi adını deyən deyiləm. Fədailərdən bir dənəsi başladı gicləməyə. Mən gicləmək bilirsiniz nə demək istəyirəm da? Bukvalnım smıslısı olar. O başladı belə dəlisov hərəkətlər eləməyə. Maharaj kirtanı yandırdı. Özü də yandı, başa düşdü. Gəldi bunun qabağına. O da hələ o belə eləyirdi belə. Musiqi dayanmışdı, amma hələ belə eləyirdi. Bildi? Durdu onun qabağında, o dayandı. Ondan sonra bunun üzünə belə, onlar axı şeydilər, dihir adlar, belə sakitcənə nəzərlə baxdı bunun üzünə. Bizə nə dedi? Dedi, дорогой Вайшнав, надо слушать звук. Слушай. Не просто прыгай. Слушай звук. Sen с ума сходишь, потому что звука eşitmirsən. Razdıracaqsın. Qəzəblənirdi o şey. Kirtanda oynayıb ekstaza düşmək əvəzinə. Bu qəzəblənirdi. Deyir ki, bunu dayandırdı, dedi, слушай. Ona görə kirtanda çox vacibdir ki, səsi eşitmək. Oxuyanların səsini eşitmək. Qulaq eşitsin. Mən bunu özümə deyənə sizə də deyirəm. Ona görə. Səsi eşitmək, zvuk o üçün vacibdir. Çünki hər şey zvukun başındadır. Могущество zvukdadır. Onu gecək səsi eşidəsən, səsi eşitdi qulağın, onda ağlın üsmiriyə gəlir, belə sakitləşir. Bu Prabhupada deyir. Prabhupada deyir, ağlınıza nəzarət eləməyin. Невозможно контролировать. Надо слушать звук. Удовлетворить уши. Тогда ум становится смиренным. Если не слушать звук, пытаться контролировать ум, мы просто сойдем с ума. А не контролируем. Мы просто с ума сойдем. Ona görə səmimiyyət o deməkdir ki, səmimiyyət bilirsiniz nə deməkdir? Səmimiyyət o deməkdir ki, insan bir söz deyəndə, bir şeyi özünə qəbul eləyəndə və bir hərəkət eləyəndə özünün ruhi təbiətinin rifahından çıxış eləyir daim. Başa düşdünüz? Sənə bir söz deyirlər. Səni tərifləyirlər, xoşuna gəlir. Pis deyirlər, acıqlanırsan, düzdür? Sən bu saat ruhi təbiətindən çıxış eləmirsən. Sən ego təbiətindən çıxış eləyirsən. Tərifləyəndə xoşuna gəlir, pis deyəndə acıqla gəlir. Bu egodur. Lojna egomuz. Amma tərsinə olsa, bu sənin ruhi təbiətindir. Sənin tərifləyəndə deyirsən, nə, yaltaqlanırsan, tərifləyirsən. Sən pis deyəndə də deyirsən, çox sağ ol. Çünki bu, ondan artığına da layiqdir hələ. Onda sən ruhi təbiətindən çıxış eləyirsən, başa düşsən, səmimiyyət bu deməkdir. Ona görə İsa Peyğəmbər deyir ki, suda udarят, поставь это тоже. İsus Xristos. Bura vururlar, bunu da qoy. Amma egoist adam nə deyər? Bura vuranda deyir, 2 dənəsində sən vur. O birini vuranda bu ikisini vurur. Zazı, glazla glaz. Bu egodur, ego, lojna ego. Ona görə səmimiyyət o deməkdir ki, sən özün bir söz deyəndə, sənə bir söz deyiləndə, bir hərəkət eləyəndə ruhun rifahından çıxış eləyirsən, ruhun rifahından. Cisminin yox. Onda sən olursan səmimi insan. Krishna bizi ora gətirir, başa düşdün, o səmimiyyətə. Amma bizim Kali Yuga elə dövrdə yaşayırıq ki, bunların hamısına çox çətindir əməl eləmək. Çox çətindir bunların üstündə düşünmək. Mən bunların hamısını fəlsəfi ağlımdan keçirdim, həmişə analiz edirəm, ona görə danışıram. Hər adam bu cür deyir ki, ən asan yolu Chaitanya Mahaprabhu bizə asan yolu deyir. Chaitanya Mahaprabhu deyir ki, Hare Krishna oxuyun və o səsi eşidin. Çalışın ki, o səsi eşidəsiniz. Kulağınız o səsi eşitsin. Mən mantranı götürdüm əlimə, Japan. Ağıl hara qaçır? Ya ora, ya da ora.
Ağıl ya ora qaçır, ya ora. Yəni ağıl ya keçmişə gedir, ya da gələcəyə. Ağıl üçün indiki zaman yoxdur. Ya o keçmişə gedir, ya da gələcəyə. Ağıl. İndi indiki zamanda dayananda da o başqa şeydən də olur. Keçmişə gedəndə ağıl живет сожаленияларla. Прошлое сожалениялар. Gələcəyə gedəndə, bu düşə gedəndə желанияларla, мечталарla. İndi deyir ki, gərək Japan əlbə götürəndə 3 dənə şey deyəsən özünə. Sən deyəsən ki, mənim heç bir problemim yoxdur. Bir. İkincisi, mənim heç bir planım, proyektim yoxdur. İki. Üçüncüsü də məndən asılı olan bir şey yoxdur. Deyir, bu üçünü özünə deyirsən, deyənmədən. Ondan sonra otursan mantra oxursan. Çünki mantra oxuyanda adamın ağlı məhz bu üçünə gedir. Mənim heç bir problemim yoxdur. Mənim heç bir planım, proyektim yoxdur və bir də məndən asılacaq bir şey yoxdur. Adətən bu üçündə ağıl gedib dolaşır. Bizim ağlımız. Hansısa problemlərimizdə, hansısa gələcək proyektlərimizdə, hansı ki, qrup yaratmaq istəyirik. Bir də ki, bizdən asılacaq işlərdə ki, mən olmasam o işlər dağılacaq. Ağıl bu üçündə gedir də həmişə, itib batır. Mantra oxumamışdan qabaq onları özünə deyib oturub oxuyursan. Düz deyib, bunu praktikavat eləmək lazımdır. Mən bunu deyirəm, özüm çalışıram praktikavat eləm. Prosta indi bu fəlsəfi, teoretik tərəfidir. Buna görə də ağılı nəzarət başlayır qulaq asmaqdan. Sən əgər Tanrıdan istəsən ki, mənim ağlıma nəzarət eləməyə kömək elə. Məsələn, milyonlarla insan bu saat ağlına nəzarət eləmədiyi ucbatındandır ki, cürbəcür pis vərdişlərin sahibidirlər. Milyonlarla insan. Sigaret çəkmək, araq içmək, qumar oynamaq, nə bilim, çılpaq gəzmək, sonra diskotekalar, barlar və s. və elə axır. Bütün bu texnologiya, bunlar hamısı nəyin məhsuludur? Bunların hamısı ağılın, narahat ağılın məhsuludur. Nəzarətli altına alınmayan ağılın məhsuludur. Çünki ağıl nəzarət altına düşəndə insan deyilir ki, живет простой жизнью, но возвышенным мышлением. Инсан, когда ум контролируется, человек живет простой жизнью, возвышенным мышлением. Но если человек живет чересчур комфортабельной жизнью, это означает, что у него мышление очень низкое. Значит, ум в бешенстве. Ağıl dəlidir. Komfortabil həyatda cismin üçün komfort yaradırsan. Komfort cismin üçün. Maksimum komfort da. То есть максимально комфортабельная жизнь в современном обществе считается героизм. Он герой. Да? Но с точки зрения Священного Писания он очень низкий человек очень с низким мышлением. С очень низким мышлением. Человек с очень низким мышлением. Мышление с точки зрения духовности очень низкий. Потому что возвышенным мыслями человек никогда не станет тратить энергии на то, чтобы создавать комфорт для своего мешка, плоти костей. Человек с возвышенным мышлением, он создает комфорт для своей души. Комфорт для души. Поняли? Поэтому nəzarətdə olmayan ağıl insanı məcbur edir pis vərdişlərə, insanı məcbur edir materializmə, komfortabilizmə, nə bilim, aristokratizmə və s. Edəcək bez kontrolüdür. Kontrol altında deyil ağıl. Ağlı da kontrol eləmənin yolu deyilir ki, подчинить ума воле могущественным чему-то. С помощью чувств ума невозможно контролировать. Deməli, ağlı daha qüdrətli bir şeyə tabi eləmək lazımdır. Ağlın daha qüdrətli tabi olduğu ruhdur, ruhun iradəsidir. Yəni, ağıl gərək insan ruhuna tabi olsun. Dərrakə ruha tabi olmalıdır. Bunun üçün ruh özünün illüzor istəklərindən gərək əl çəksin. Yəni, ruh özünün ağalıq istəyindən, həzz almaq istəyindən,
başqalarının xeyir-duaçısı olmaq istəyindən ruh gərək əl çəksin arzularından. Ruh özünün təbiətinə uyğun arzularla bərqərar olsun. Hansı? Tanrı ilə münasibətləri bərpa eləmək, təmənnasız sədaqətli xidmətə can atmaq, başqalarının qayğısına qalmaq. Bunlar ruhun təbiətidir. Başqalarının qayğısına qalmaq. Tanrıya gedən yolu tapmaq, Tanrıya gedən yolda getmək. O yolun qayda qanunlarını öyrənmək. Bu arzularla dolmalıdır ruh. Özünün əbədi həyatını bərpa eləmək. Onda o belə ruh dərrakəsinə və ağlına nəzarət eləmək qabiliyyət əldə edir. Bildiyim. Amma hələ ki insan hisslərini həzz vermək, cisminə komfort yaratmaqla məşğuldur. Belə adam ağlına nəzarət elə bilmir. Belə adamın ağlı onu məcbur eləyir ki, daha da artıq, bu komforta getmək burada. Daha da yenə, azdır, yenə, davay, ifrata gedir, kraynisdə. Çünki hisslərlə cisim məmnun olmur. O elə bilir ki, biraz artıq eləsə məmnun olacaq. Biraz da artıq eləsə məmnun olacaq. Bu siz nə yoxşuyur? Deyir ki, nümunəsi insanlardan uzaqda. Belə bir müdriklər deyir, mən də təkrar edirəm. Deyir ki, uzun qulağı işlətmək istəyirlər. Uzun qulaq işləməyəndə, görsən hərdən uzun qulaq işləmir. İnatkarlıq edir, işləmək istəmir. Onda uzun qulağın boynunun arxasından belə bir dənə ağac gətirirlər, bax belə ağac. Bağlayırlar onun boğazına. Buradan da belə gözünün qabağına bir dənə kök asırlar, kök, markovka. Burada durur belə. Uzun qulaq belə ağzını tutur, gedir ki, indi bir saat ağzın markovkaya çatacaq, kökə. Elə gedir, elə çatmır, amma beşi daşıyır. Eləcə də gedir. İndi bizim hisslərimizi, cismimizi razı salmağımız həmən bu uzun qulağın markovkanın dalda getməyinə oxşuyur. Nə qədər çox da gedirsə, bu uzun qulaq kökün dalda gedir, o qədər da gücdən düşəcək, öləcək, yıxılacaq bizim, haldan düşəcək. Biz də belə oluruq. Yığa, özümüzü əldən sala, istaşeniyə qədər gedir, sonra ölüm gəldi, çatdı. Nə də yığmışdılar, hamısını götürürlər, keçirdilər hökumətin fonduna, Walt Disney kimi. Keçirdilər hökumətin fonduna, hökumət ondan nəsə eləyir. Və yaxud da ki, övladı, oğlu qızı getirir, istifadə edir. Yəni, buna deyirlər dərrakəsiz həyat. Ona görə də dərrakəli adam odur ki, Tanrının sözünə qulaq asır. Deyir, Allaha inanıram. Nəyinə? İnanıram ki, o vardır. Bu Allaha inandır be. Allahın varlığına inanmaq, Allaha inanmaqdır. Yox. Allaha inanmaq, onun dediyinə inanmaqdır. O nəsə deyir və sən onun dediyinə inanırsan. Bildiyin, inanmaq bu deməkdir. Atama inanıram. Nəyinə? Ki, mənim atamdır, var da. Yox, bu deyir, axı inanmaq. Atama inanmaq demək ki, atam mənə nəsə deyir və mən də ona inanıram. Onun dediyinə inanıram. Ona görə Tanrıya gərək inanasan, Tanrının dediyi ilə incədəsən. Yəni, ata evlada üniversitə girməkdən deyir, müəllim tutur, kitab verir, bu şərəfi yaradır. Amma oxumaq, öyrənmək səndən asılıdır. Belə düşünürəm. Tabii. Belə şərait yaradır, amma o gün o birisi məndən asılıdır. Tabii, o şərait yaradır sənə. Sən bütün şərait yaradır. Sən duava əsasən, sən səmimiyyətə əsasən, Krishna sən şərait yaradır. Tanrı şəraiti yaradır. Amma deyir ki, səy sən eləməlisən, səy. Usiliya səndən olmalıdır. Səy sən göstərməlisən. Bu ne üçün belədir? Bu ona görə belədir ki, biz səy göstərəndə özümüz inkişaf edirik, təcrübə toplayırıq. O bizim əvəzimizdən eləsə, onda biz onun əlində marionetka çeviriləcəyik. O da deyir, mənə marionetka lazım deyil. Mənə şəxsiyyət lazımdır. Yetişən şəxsiyyət. Şəxsiyyət kimi yetişmək üçün bizə deyir ki, özün səy elə. Şəraiti mən yaradıram da, amma özün səy elə. O Məhəmməd Fəsaltılan bir sözü vardır. Deyirdi ki, Allaha arxalananda dəvənizi bağlamağı yadınızdan çıxartmayın.
Allaha arxalanın, amma dəvəni bağlayın da. Yəni bu deməkdir ki, Allaha arxalanmaq o demək deyil ki, səndən tələb olunanları da yıxasan onun üstünə, özün eləməyəsən. Hatta işte səndən tələb olunur, elə də bunu. Deyir Allah, bu da bizi də necə olmuşdu da. Onun leksiyasına gəlirdilər uzaqlardan dəvənin belində. Düşürdülər Peyğəmbərin. Peyğəmbər də demişdi ki, bəs hər şey Tanrının nəzarət altındadır. Allahın da, Allaha təhvil verilirsə hər şey, müsəlman, İslamçılıq, İslam bu deməkdir. Onlar da gəlirlər dəvələrindən düşürlər, buraxırlar, girirlər Peyğəmbərə qulaq asmağa. Çıxanda baxırlar ki, dəvələr yoxdur. Çıxıb gediblər səhraya da. Şikayət edirlər ki, və sən deyirdin, hər şey Allahın nəzarəti altındadır, bizim dəvələrimiz hanı? Bu da deyir, dəvəni bağlamağı da Allaha tapşırırsan, ne deyir Allah desin. Bunu özün sən bağlaya bilərsənsə, bunun niyə Allaha tapşırırsan? O şey Allaha tapşırır ki, sən öhdəsindən gələ bilmirsən. Ona görə deyir ki, Allaha arxalanmaq, o deməkdir ki, dəvələrinizi bağlayın da bir yerə. İndi bizdə nədir? Tanrıya arxalanmaq o demək ki, ondan sonra Krishna şərait yaradır və deyir ki, hissləri və özün nəzarət elə də. Hissləri və nəzarəti özün elə. Bu saat oxuduq burada ki, ağılla nəzarət eləmək üçün gərək hissləri və nəzarət eləyəsən. Yəni, hissi hiss obyektlərindən çəkəndə, sən zahidlik eləyirsən və buna sənə mükafat düşür. Hissi hiss obyektlərindən çəkirsən də, hiss obyektlərindən çəkirsən. Buna deyirlər nəzarət, kontrol. Məsələn, gözün istəyir ki, ora baxsın. Yaxşı bir şey deyil, şəhvani bir şeydir. Sən əgər bunu oradan çəkmək sənlikdir də öyle. Baxma da ora. Tanrı deyib baxma da ora. Bu sənlikdir. Demək ki, Allaha demək ki, sən mənim gözümü çək də oradan. Mən necə özün çək də, bunu yoxsa sən bacararsan. Amma deyib pisdir. Hə də sənə deyir ki, o pisdir, baxma ona. Gözünü obyektdən çək, dilini oradan çək. Bu sənlikdir. Bildiğin, ona görə də çox vacibdir ki, hər şeyin ardıcıllığı ilə getmək. Məsəl üçün, Krishna, Tanrı bizə bir şey versə, onu müəyyən ardıcıllığını da deyir, hansı ardıcıllıqla gəlir. Şravanam, Kirtanam, Vishnu Smaranam, Padasevanam, Arçanam, Vandanam, Sakyam, Dasyam, Atmanivedanam. Şravanam qulaq asmaqdır. Krishna deyir ki, çalışın birinci dinləməyə çalışasınız. Dinləmək, qulaq asmaq. Dinləmək. Dinləmək o deməkdir ki, biganəlikdən çıxmaq. Bu da bir şeydir. Dinləməyin bir də səsi eşitməkdən əlavə də biganəlikdən çıxmaq. Biganə bilsən, Rusca nədir? Biz razı için, Ravna duşyadan. Bu nə deməkdir? Bax. Biz kimlənsə söhbət edirik. Məsəl üçün, mən səninlə söhbət edirəm. Çox vacib bir şeydən danışırıq. Sənlə. Telefonumu çıxardıram, telefonuma baxıram. Sən də mənə məsəl çox vacib bir şey danışırsan. Başa düşdün sən? Belə halat, nəzə xəyalınıza gətireyim. Telefonumu çıxardıram, sən də xəyala gətirdin buna. Sən birazdan acıqva gəlməyəcək. Acıqva gələcəksən. Sən çox ciddi bir şey danışırsan mənə. Ciddi bir hansısa problemindən söhbət eləyir nəsə. Mən də burada paralelni telefonuma baxıram. Başa düşdünsən? Sənlə. Buna deyirlər biganəlik. Ravnaduşya. Sənə mən biganəyəm. Ravnaduşniyam. Yəni, səndən də bu cür münasibət gələcək. Birazdan sən də başlayasan özünü mənə bu cür aparmağa. Biganəlik göstərəsən. Elə bir ki, mən elə bir vəziyyət çözəcəm ki, sən həmən o biganəliyi mənə göstərəsən ki, elə bir sənin vecivə də gör məndən nə baş verir. Bəli. Başa düşdünüz nətəri? Hər istənilən insan acığına gəlir. Onunla söhbət eləyəndə paralel nəyəsə məşğul olursan. Televizora baxa-baxa səndən danışıram. Bizim evdə bu pastayan olur, inanırsınız.
Sən televizora baxa-baxa, kompüterdən kimi baxa-baxa danışanda bir də baxsam qəzəblənir ki, sən mənlə danışsan, ora baxırsan. Bildiniz? Bu situasiyanı xəyrinizə gətirdiniz. Buna deyirlər ravnoduşie к Богу. Равнодушие к Богу, безразличие. Параллельно чем-то еще занимаешься, başa düşdünsən? Yəni ki, sən обесценивать eləyirsən bununla ünsiyyətivi. Сам, özün обесценивать eləyirsən. Tutursan nə deyirəm? Внимательное повторение, внимательно слушать bu deməkdir. Bax, слушать o deməkdir ki, məsələn, Şirmat Bağatamın leksiya girsə, sən heç nəyə məşğul deyirsən. Только ура. Все. Başa düşdünüz? Və yaxud da ki, mantra oxuyursansa, sən də başqa işlərə məşğul deyirsən, ancaq ora. Ona görə də духовный учитель deyir ki, внимательное повторение, помимо того, что слушать звук, еще означает конкретное время выделить eləyib, конкретное время только этим занимаешься. Başqa paralel heç nə eləmirsən. То есть bu безразличиеdən, к Богу отношениеdə, равнодушиеdən özünü çıxardırsan. Потому что он тебе тоже будет таким же. Какой ты хочешь, такой он себя ведет. Başa Tuttum mən nə dedim? Слушать, biz dedik, поставить слушать, sluxumuzu qoymaq. Bu nə deməkdir? Sluxumuzu qoymaq o deməkdir ki, işte bu zvuku eşitmək üçün də gərək də sən başqa şeyləri qoyasan qırağa. Başa düşdün? Только bu. Потому что Krishna elə belə iqruşqa deyil. Krishna Allah ali şəxsdir. Danlı momentdə Krishna səndən danışır. Sən mantra oxuyanda Krishna səndən danışır. Şirmat Bhagavatam'a qulaq asanda Krishna səndən söhbət edir. Bhagavad Gita'ya qulaq asanda. Ona görə də bizim bu равнодушиямız, безразличиemiz потом переходит по каким-то другим еще качествам, başqa keyfiyyətlərə də keçir. От этого еще проявляются какие-то другие. Bu уже seminar temasıdır. Mən bunu danışsam vaxt çox gedəcək. Çivo еще gəlir bu. Bu равнодушиyadan, безразличиyadan nə çıxır? Ondan sonra nə çıxır? Ondan sonra nə çıxır? Və sən оказываешься bir dənə yamada. Ona görə də deyilir ki, vнимательное повторение, diqqətlə qulaq asmaq. Şrimad Bhagavatama, Bhagavad Gita'ya, Hare Krishna Mahamantra, Kirtana. Vнимательное повторение deməkdir ki, sən polностью Krishna oynarsan, sosredotочиться eləyirsən ora. Paralel nə işini eləmirsən. Gopal Krishna Maharaj bunu dedi leksiyada. Diqqətlə oxumaq o deməkdir ki, diqqət o deməkdir ki, sən Krishnaya konkret vaxt ayırırsan. Məsəl üçün, belə olmur ki, hörmətli adam səndən danışanda, sən yaxud bir hörmətli adamla danışanda, o xoşlayır ki, sən ona konkret vaxt ayırasan. Bildiysən, belə olmur bəyəm. Hörmətli adamla əgər söhbət eləyəsənsə, görüşə gedəsənsə, sən onunla paralel nəsə bir şey eləsən, onun acığına gələcək. Sən o xatirinə deyərsən. O istəyir ki, sən ona vaxt ayırasan. Başa düşdün, mənə konkret vaxt ayır. O da время с тобой, все. Başa düşdürsən. И onda человек чувствует себя уважаемым. Sən mənə konkret vaxt ayırıb. Başa düşdür. Ona görə də o özünü соответственно aparır səndən. Bu безразличияdır. Безразличияdan вылечиться olmaqdır. Безразличияdan bir də равнодушияdan. Amma mən həmən hörmətli adama bir iş görəndə paralelini nəsə də eləsəm, o hörmətli adam mənim gözümdə, o adam özünü askarblyon hiss eləyəcək. İndi biz də diqqətlə oxumaq, sluxub qoymaq və səsi eşitmək o vaxt olur ki, sən başqa da heç nəylə məşğul olmursan, sosredotочиться eləyirsən bura. Buna sən elə ki, Krishna onda deyirsən ki, Krishna sən mənim üçün çox vacib bir şəxsiyyətsən. Çox vacib şəxsiyyətsən. Onda da sootветственно Krishna sənə baxır, sən də mənim üçün çox vacibsən. Əgər sən mənə belə baxırsan, vacib kimi, mən də sənə vacib kimi baxacam. Amma sən Krishnaya baxanda ki, Krishna, по пути sənlə məşğul olaram. Amma məndə bu var, по pути də sənlə məşğul olaram. Özün yolda mantra oxumaq, gedə-gedə, harasa gedə-gedə mantra oxusan, gələ-gələ mantra oxusan. Дополнительный кругу можно, amma 16 krugu yol gedə-gedə oxumaq olmaz. Küçədə, metroda, 16 krugu yerə konkretlə oxuyasan. Amma дополнительный oxumaq olar. Bildin? Ona görə də sən Gopal Krishna Maharaj deyirdi ki, vнимательное повторение o deməkdir ki, sən Krishna üçün konkret vaxt ayırırsan. Krishna üçün. Deyirsən, bax Krishna, bax bu vaxt səndir. Ancaq səninlə məşğul olur. Yəni mantra oxuyacaq. Bax bu 2 saatdir. Все. Bundan с этого начинается внимательное повторение.
После этого у тебя будет возможность слушать звук. А пока sen paralelni nəsə eləyirsən, həm mantra, həm paralelni nə, o demək ki, ты не услышишь звук. Потому что первый элемент не осуществлен. Yani первое почтение не оказано. Первое почтение не оказано Кришне. Кришна говорит, что мне не нужен любовь тех, у кого недостаточное почтение. Я не нуждаюсь в любви тех, у кого недостаточное почтение ко мне. Başa düşdünüz? Bu Gopal Krishna Maharaj'ın leksiyasındandır. Ona sual verirlər ki, внимательно повторение что означает? Он сказал, что внимательное повторение означает в первую очередь выделить для Кришны специальное время. Кришна, вот это время для тебя я буду повторять мантру, ничем не заниматься. После этого способности gələcək ki, придут способности, чтобы ты слушал звук. Слушал звук. Потому что ты первое условие выполнил. Второе условие само собой придет. Но есть такое одно но. Gopal Krishna Maharaj bunda der ki, лучше так или иначе повторять, чем вообще не повторять. Bu da var. Buna deyirlər ustupka. Yəni bu vaxtı fokusdan söhbət gedən deyil. Fokus olan deyil. Amma ki из-за того, что ты так или иначе повторяешь, то есть ты выполняешь свои обещания перед гуру. Buna deyirlər так или иначе мантра. Гуру dedi ki, это тоже подходит. Если ты не можешь внимательно, то повторяй лучше так или иначе, чем вообще не повторять. Buna deyirlər так или иначе мантра. Так или иначе мантра. Лучше так или иначе, чем вообще не повторять. Ona görə есть мантра, hansı ki работает на вкус, есть мантра, которая работает так или иначе mantра. Mesela biz bilirik, həmçə hər kəsin özünün praktikası var. Tak или иначе mantra nədir? Ona görə də ağla nəzarət eləmək başlayır ruhu həyat, məhz ağla nəzarət eləmək deməkdir. Hare Krishna Mahamantrası, Sankirtan hərəkəti Yagyadır, Kali Yuga'da Yagya. Sankirtana Yagya. Sankirtana означает совместное воспевание. Birgə tərənnüm. Sankirtan bu deməkdir, birgə tərənnüm. Sankirtana bir yerdə oxumağa deyirlər. Tanrı'nın müqəddəs adların bir yerdə tərənnümü Sankirtana. Yagya'da od mərasimidir. Od mərasimi ki, o odun yanması üçün oraya gələn mütləq nəsə atasan axı yansın o. Yanan da yaxı oraya gələn nəsə atasan oraya. Odun atırsan, yağ dökürsən, yanır. İndi burada da od Krishna'nın adıdır. Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Ram, Hare Ram. Bu oddur. Bu od transendental oddur. Odun transendental formasıdır. Transendental agon. Od. Bu odda nə yandırırıq? Odda nəsə yanmalıdır. Od yandırılırsa, yagyada nəsə gərək yagya atasan. Jetva. Yagya, жетва требует. Yagya yani жетва приношения, da. Od yanır, ona görə də yagya жетва приношения. Yəni qurban mərasimi. Od yanırsa oraya gərək nəsə qurban eləyəsən. Sankirtana yagyada transendental, Tanrı'nın müqəddəs adlarının transendental oduna mı brasayim своего ума. Öz ağlımızı atırıq oraya yanmağa. Ona görə də bir adamı tutub belə dartsan oda atmağa neyniyəcək o? Çalışırsa qaçsın da. Ona görə Hare Krishna oxuyanda ağlın qaçmaq istəyir arasa. Əkilmək istəyir. Çünki hiss edir ki buna od vurur, od gəlir. Od gəlir. O deyir ki tонкие существоlar var, привидениyalar, nə bilim ruhlar, incə məxluqlar. Onlar üçün od soyuq sudur. Soyuq su onlar üçün oddur. Özündən gedən adamın da su çilləmirlər, özünə gəlir. Çünki o suyu onlara atanda elə bir ki insanın üstünə od atırsan. O qaçırlar. İndi
Ağıllar müqəddəs adların gələndə və transendental söhbətlər gələndə ağıl yer axtarır ki, qaçsın. Sapırtıblə etsin. Müqavimət göstərir. Krishna deyir ki, get onu qaytar gətir. Qaçır, qaytar gətir onu. Onu yandırmaq lazımdır onu. Qaytar gətir onu yandırmaq lazımdır. Nəyini yandırmaq lazımdır? Ağılın. Ağılın özünü yandırmırsan ki, ağıl ruhundur. Ağılın materialist təbiətini yandırırsan. Materializmlə dolu tərkibi var, onu yandırırsan. Materializliyini, materialist ağılı. Materiya ilə dolu bir o ağıl. Onu yandırırsan ki, o ruhiləşsin. Bunun üçün də ilkin tələb olunan faktor birinci Krishna ehtiram göstərməkdir. Ehtiram. Əgər Krishna ilə əlaqədar gəlmisənsə, transcendent bir situasiya, məsələn, oturmuşsan Şrimad Bhagavatam leksiyasına qulaq assan, Bhagavad Gita'nı oxuyursan, Hare Krishna tərəməsindən filan, kirtanda durmusan, kirtan. Və kirtanda dura-dura bir də baxsan ki, burada kim söhbət edirlər. Öz aralarında hansı problem müzakirəsi gedir. Bildiniz? Bunların hamısına deyirlər недостаточное уважение Кришне, недостаточное почтение Кришне. Buna deyirlər bezrazliçya и равнодушие Krishna. Laqeydih və bicanəlik. Sən bicanəsən Krishnaya. Krishna durub burada. Deyirsən Krishna, Krishna, Krishna. O da deyir hə. Və sən bu tərəfə baxırsan. Bu da deyir, sən deyirsən Krishna, mən də deyirəm hə, sən baxırsan ora. Ona görə birinci faktor budur. Birinci faktor budur. Nə? İhtiram göstərmək. Достаточное уважение и почтение. Шримад Бхагаватама, Bhagavad Gita, Kirtana, Hare Krishna mantraya. Bundan sonra sən layiq olursan ki, Krishna sənə kömək eləsin ki, sən səsi eşidəsən. O səsi eşidəsən. Yəni, leksiya verənin danışdıqlarını diqqətlə qulaq asasan, eşidəsən. Kirtan gedəndə hamını oxuduğu səsi eşidəsən, o səsi, ümumi səsi eşidə biləsən. İndi burada kim nəsə danışan adam ümumi səsi eşidə bilər, kirtan vaxtı. Yox, eşitmir o. O buradan da formalinə dayanıb ki, dayanmalıyıq da burada. Deyiblər ki, bu kirtanda dayanmaq lazımdır. Düz deyil, nəsə o da bulaqa gəlir. Amma bu hələ özü aldatmaq olur da, uzun müddət belə insan özünü aldadır. Amma bu vaxtı, həmən bu vaxtı ki, yarım saat, bir saat sən bununla məşğul, bu vaxtı elə adamdan tələb olunan, Krishnanın istədiyi bizdən o jertva, o qurban ondan ibarətdir ki, sən deyir, gəl biraz bu biganəliyi götür də ortadan mənə qarşı. Biganəliyi, laqeydliyi yığışdır da mənə qarşı. Ki, mən də sənə bir əl uzada bilim. Çünki biganə laqeyd olanda mən əlimi uzatsam da sən onu görməyəsən. Bildiyin, bu çox vacib məsələdir. Çox vacib məsələdir. Gopal Krishna Maharaj Ekatma Mataji demişdi ki, bu həyatında qayıtmaq istəsənsə, повторяй mantra внимательно. Повторяй внимательно, если хочешь вернуться в эту жизнь. Внимательно. İndi внимательное повторение biz analiz elədik, da? Внимательное повторение в первую очередь начинается уважением, почтением Кришне, вылечить себя от безразличия и равнодушия. Безразличие, равнодушие и уважение отсутствуют. Когда? Тогда, когда мы, делая что-то связанное с Кришной, что-то параллельно делаем. Поднимайте равнодушие, безразличие, неуважение. Онда мы лишаем себя способности слушать звук, который предназначен, чтобы дошло до души. Например, чтобы увидеть в божестве Бога, первое, что требуется. Почему мы видим, что это, мы признаем, что это Бог, а чуть там bir adam geçsem diyeceği это идол? Почему? Нет. Дело в том, что да, это да, все это да, но конкретно знаете что? Потому что Рупа Госвами говорит, что для того, чтобы получить от Кришны такую милость, сам того не понимая, признавать, что это Бог, первый требуется
принять святое имя Бога и повторять его. Если человек принимает святое имя Бога и повторяет его, он заслуживает того, чтобы неосознанно даже изнутри Кришна дает ему это видение. Он смотрит на божество и говорит: да, это Кришна. А почему нет? Потому что он принял первое условие, выполнил первое условие. Первое условие какое? Принять святое имя Бога и повторять его. У нас ты сам даже не понимаешь, каким образом ты стоишь перед божествами, при этом ты не говоришь, что это идол. Ты же нет, почему это Горнитай? Это Чайтанья Нитянанда, ты Кришна. Даже не можешь отчет вернуть, как это, каким образом это Бог. Но почему-то изнутри подтверждение ваше, это Он. Вот это изнутреннее подтверждение Кришна. Кришна Сайчайдан Бердуну. Это я. Да, это я. А когда bu ikisini kabul edirsen, Krishna начинает о своих качествах показывать, открывать свои качества. А когда bu üçünü kabul edirsen, Krishna начинает открывать тебе свои лилы. А когда это 4 есть, ты становишься достойным вернуться в Дхаму, Кришна Янна. Вот это вот 5 факторов восстановления отношений с Кришной. То же самое burada, внимательным повторением первые факторы, ağla nəzarət eləməyin первый факторы, наполнится достаточным почтением, уважением и вылечиться от равнодушия, безразличия по отношению к Богу, к Кришне. Это первый фактор. Для этого что означает? Это означает, что когда ты вступаешь в контакт с Кришной через Шримад Бхагаватам, Бхагавад-гиты, Киртан, Джапу, ты параллельно ничем не занимаешься. Конкретно этим занимаешься. Вот это называется уважение, почтение и отсутствие безразличия и равнодушия. Bu faktor ödəniləndə Чайтанья Чаритамритада Кришна deyir ki, мне не нужен любовь того, у кого недостаточно почтения ко мне. Bəli, конечно. Prasad deyəndə də biz nə üçün prasadı prasad kimi qəbul eləmək fərəxim. Prasadı tarelkasını qoyduysa qabağı var, hə? Sən sırası başladın ona yeməyə, sən o prasad kimi yemirsən sən ona. Lazımı onun şeyi gələndə ölsənə. Sən onu duxovnostini, orada olanı tuta bilməyəsən. O prosta yida kimi girib çıxacaqdır. Amma demək olmaz ki, tamamilə. Haradasa pey vardır, tamamilə belə deyil. Haradasa nəsə olur, qalır, milist. Потому что иначе это предложено. Но чтобы onun полноtasını hiss eləyəsən, prasadı qabağa qoyandan sonra sən gərək ona почтение оказывать eləyəsən. İhtiram göstərəsən. Nətəri? Qoyduğun qabağa, sonra Krishna'dır. Onun üstündə olan duanı oxuyursan. Yeməyin duası var ya bizdə. Mahafesade Govindi Nama Brahmani birazdan indeleyeceğim. Onda bizim прием пищи, процесс прием пищи одухотворяется. Становится духовным. Qıdanın qəbul edilmə prosesi ruhiləşir. Bir sən nətər olur, ruhiləşir. Deyim, sən ona почтение göstərəndə душая открывается дорога. Вот эта молитва означает открытие души, между душой и Богом дорога açılır. Məhz молитва ruhla Tanrı'nın arasında şeyi açır. Пространство открывает. Başa düşdün? Молитва. Молитва это говорит соединяющий души с Богом. Мост. Вот этот прасад это Бог. Кришна уже говорит, прасад не отличен от меня. Правильно? А ты душа. Теперь тебе нужно этим Богом душой открывать дорогу, чтобы это между ними связь алынсын. Для этого нужно сперва молитву читать. Тогда этот Бог этой душой связывается. Başa düşdünüz? Bu proses naучный prosesdir, vera deyil. Ona görə nə qədər vacibdir?
prasadı yeməmişdən qabaq ona molitvanı oxumaq, dua oxumaq. Momentalni duşa ilə, buna onda Azərbaycan dilindəki söz işləyir, nuşican. Yemək oldu nuşican. Yəni ki, yeməklə tanrıdır bu saat. Tarelkadakı tanrıdır. Tarelkadakı tanrıdır. Çünki prasad Krishnadır. Ondan duşa, ruhun arasında əlaqə açılır və burada olan tanrı da, tanrılıq nə varsa, orada nə var? Orada Krishnanın məhəbbəti var. Orada Krishnanın nəsə, Krishnaya toxunubdur. O gedir çatır duşaya. Duşaya gedir o. Duşaya kartuşka ilə kələm lazım deyil. Kartuşka ilə kələm duşaya gelib çatmır ki, o duşaya kartuşka ilə kələm nəyinə lazımdır? Duşaya lazımdır ki, orada Krishnanın qoyduğu o prasada ki, toxunub Krishna. Bax, ona toxunduğu lazımdır ki, getsin duşaya çatsın. Onun üçün molitva eləyəndə наши отрицательные качествоlarımız отступает. Hansı? Acgözlüyümüz, tamahımız o çəkilir. Amma molitva eləməyəndə onlar dururlar, yeməyi də onlar qəbul edirlər. Acgözlüklə tamah. Götürdülər, apardılar, prasad getdi. Duşaya nidaşlı ol. Ona deyirlər ki, yemək canıva siymədi. Naxçıvanda belə deyirlər. Yemək canıva siymədi. Duşu nidaşlı ol, nuşi can olmadı. Çünki sən onun duasını oxumadın. Yeməmişdən qabaq. Ona görə molitvenni состоянияda nə eləyirsənsə, imeyit absolutni prirodu. Məsəl üçün, evləndin, ərə gedirsən, ailə qurdun, düzdür? Если хочешь женой yaşamaq, мужем yaşamaq, чтобы ребенок зачать filan, требуется, если ты будешь делать это как животные, то у тебя родится просто какое-то непонятное существо. Какой-то материалист. Потому что молитвы нету, молитвенного состояния нету, и там вожделение очень сильно играл свою роль. А когда ты перед этим молишься Богу, перед тем, как, потому что дети, ребенок рождается в сердце родителей, а не в утробе матери. Утроб матери это третий уровень, это третья стадия. Первая стадия это их сердце, вторая стадия их ум. Только третья стадия это материнская утроба. Поэтому ребенок рождается в сердце родителей. В момент зачатия в каком состоянии их сердца? Молитвенное состояние или там вожделение? Или там еще кто-то? И оно переходит в ум и мысли. Мысли осуществляют нужную поступку. Ты себя ведешь нужной формой. Да? И тогда приходит соответствующая душа. Духовная личность. Если момент зачатия сердца родителей одухотворен молитвой, ум одухотворен молитвой, то они притягивают соответствующую духовную личность для того, чтобы родиться. А если у них сердце, ум находится в состоянии вожделения, взаимной эксплуатации, он придет какой-нибудь, извините меня, приходит какой-нибудь негодяй. В Кали-юге все рождаются негодяями. Мудрецы говорят. Вот. Поэтому, видите, любой процесс одухотворяется с помощью молитвы. Также повторение мантры и все это процесс одухотворяется, когда мы... Başa düşdüm. Təbiətcə ruhi olan can nəyə görə maddi istəklərə meyillidir? Eşitdiyi sualı. Təbiətcə ruhi olan can maddi dünya nə üçün gəlib? Özü ruhi dünyasında oturmayıb. Durub gəlib bura. Və ona cismi, bizə bu cismi hansı şərt daxilində verirlər? Bilsən hansı şərt daxilində? Özü unutmaq şərti ilə. Sena, qiyməti, maddi bədəni almağın qiyməti öz ruhu unutmaqdır. Hər şeyə görə burada ödəmirik, ödəyirik, sonra alırıq da nəysə. İndi burada da ödənc, özü unutmaqdır. Sən bura gələndə, ruhi can kimi, bu maddi kainata gələndə, sən ödənc kimi şərt qoyulur. Özü unudasan, ondan sonra sənə bədən verəcək, cisim. İstək orada yaranır, Tanrının yanında, ruhi dünyada.
O bilsen ben bir yerde okumuştum bir Ruski xirurg, очень сильный Ruski xirurg. Сам так заболевает, xəstələnir ki, ему тоже нуждается в хирургической операции. И так как он самый сильный, в советском пространстве не находит кто бы мог бы его оперировать. И ищет себя где-то за границей, и он находит в Индии. Hindistan'da bir tane özünə xirurg tapır. Равный себе. И gəlir onun yanına ki, ты будешь меня оперировать. Да? Этот хирург, советский хирург, говорит, я с одним условием оперирую тебя. Ты должен забыть, что ты хирург. Sən deyir, cərrahlığı yaddan çıxartsan, mən sənə operasiya edəcəm. Amma sən mənlə bir yerdə burada cərrahlığı yadında saxlasan, mən sənə operasiya edəcəm. İndi ruhi cana deyirlər ki, sən özü unudassan ki, sən kimsən. Ondan sonra sən cisim verəcəyik. Çünki sən özü yadında saxlasan, sən bu cismi istifadə edə bilməzsən. Bu cismin təbiəti sənin təbiəti 180 dərəcə əksinədir. Ona görə ruhi canın maddə arzularına dolmağın səbəbi özünü unutmağıdır. Özünü unudub ona yeri qaytarmaqdır. Özü unutmusan, özü unutmaq o deməkdir ki, sən yox oldun. Yox olmursan, axı, varsan. İndi ona görə də sənin də daimi Krishna ilə bağlılığın var, başa düşdün? Sən nəyəsə bağlanmalısan, axı. Götürürsən, bağlanırsan bu maddi cismə sənə vermədilər. Özünü bağlayırsan cismə, özü cisimlə eyniləşdirirsən. Hamı fikirləşmir ki, bu mənə, bax gör, bir söz deyəndə bozarırıq. Xatirimə dəydin, sən nə dedin mənə? Bu ət sümüyə, başa düşdü? Bu ət sümü materiya olduğuna görə bizim arzularımız da maddidir. Özü maddə ilə eyniləşdirilirə görə maddi şeylər də arzuluyursan. Çünki özünü yadından çıxartmısan. Ona görə də biz özümüzü unuduruq, amma unutmağımız o deməkdir ki, biz yox. Məsəl üçün, əgər hər hansı bir övlad valideyninə deyirsə ki, mən sənin oğlun deyiləm. Hər hansı bir övlad valideyninə deyirsin ki, mən sənin övladın deyiləm. Üzünü döndərsin, çıxsın, getsin. Bu o deməkdir ki, o onca pirestaldır. O deməkdir o. O prosto qəzəblənibdir. Amma sonra bunun oğlu qalır, düzdür? İndi bizim də vəziyyətimiz belədir ki, biz özümüzü unutmaq bahasına badi bədən alsaq da, biz varıq burada, varıq, başa düşürsən, biz varıq. Biz məhv olmuruq, varıq. Ona görə var olduğumuza görə özümüzü bu cisimlə eyniləşdiririk. Elə fikirləşirik, bu cisim, ətlə sümük mənə. Yox, birinci, Krishna 2 dənə iş görür. Birinci, bizə kömək eləyir ki, biz bura ne üçün gəlmişik, onu həyata keçirək. Biz bura gəlmişik Allahlıq eləməyə. Krishna deyir, problem, niyyət problem. Niyyət problem, Şərait yaradır ki, biz Allahlığı burada eləyək. İkincisi də, biz Allah ola bilməyəndə, bizə kömək eləyir ki, öz yerimizi bilək. Bu iki iş görür Krishna. Birinci bizə şərait yaradır ki, Allah olaq. Sonra da kömək eləyir ki, Allah ola bilməyəndə, özümüz olaq. Özümüz olaq. Krishna bu iki işi görür bizi.